Quyuya su tökməklə quyuda su olmur. Kimsə nəsildə biraz imkanlaşır. Eşitmişik də deyirlər dəyişdi. Biraz o tərəfdən baxanda ya yanındakı səndən bir yerdə qalxmalıdır, ailəndə, nəslində, dostlarında. Ya da ki, onlar da səni əgər deyir, hamısına çata bilməzsən, hamı da adamdan istəyir. Deyir, bizdə var axı. Nəsildə bir nəfər istəyirsə hamı dincəlir. Bir məsələ varsa düşüncəsində ona, xəstəsi varsa o kömək eləyəcək, nə bilim toy eləyir uşağını, o eləyəcək, eləməlidir deyə. Axır qurudurlar onu da. Deyir o bir şah bir gün gəlir, bir nəfərin 3 dənə oğlu olur. Deyir ki, gəlirlər ki, və şah deyir ki, müharibə başlayıb, oğlunun birini ver. Verir, oğlu gedir, ölür. Bir il sonra gəlirlər ki, şah müharibə başlayıb, oğlunun birini də ver. Gedir, o da ölür. 3-cü il gəlirlər ki, o birisi oğlu da ver. Deyir, ya Allah. Gedəndə deyir ki, şaha deyin ki, bir də mənə arxayın olub, müharibəni başlatmasın. Yoxdur, deyir. Bəziləri bir nəfərə arxayın olub, bir çox işlər görürlər ki, ona o adama arxayın olur və o da verməyəndə, həmişə eləyir, bir dəfə eləməyəndə olur pis adam, başlayırlar onu pisləməyə. Ona görə bəzi adamları bilmirəm, indi nə dərəcədə təbii ki, bu məsələ individualdır. Doğrudan da bəzən də heç qınanılası deyil ki, o bəzi adamlardan qırılır. Bilir ki, çünki bu da onu ya bir yerdə gəlin necəsə, bəli, kömək olunsun, o da qalxsın. Bunu eləyənlər var, səxavətli insanlar. Biriləri də var ki, asılırlar ondan. O bayaq dediyi xeyirsiz övlad məsələsi. 3 övladı var, 4 övladı var, heç bir işləmir. Axır qurutdular kini. Yəni deyir, getdi hər şey əldən. Bu tərəfdən bir baxan yoxdur. İmkanlıdırsa, birinci o pisdir. Biz axı belə Hind filmlərində həmişə kasıblar əla oğlandı, varlılar braqanza, bunu öldürmək lazımdır, pisdir falan. Bu düşüncə ilə kasıb ac ol, kişi ol. Babam imkanlı ol da kişi ol da. Yəni niyə ki, şey olmasın da bu. Yəni həmişə bu tələbə dostlarımıza deyəndə deyirəm ki, bax zəngin olmaq fəxrdir. Verən əl aldan əldən fəzilətlidir. İmkanlı olmaq lazımdır. Elə kasıblıq bizim alnımıza yazılmayıb ki, işləmək lazımdır. Kömək eləyən adam ki var, yəni quyuya su tökməklə quyuda su olmur. Amma məqsəd quyuda su olmasıdırmı? Bəlkə baka tökü, bax orada elə suyun olması elə bəs eləyir bəzən. Yəni sənin kiməsə dəstək olmağın bir işə yaraya bilər, amma sən də nəsə eləməlisən, sən də öz funksiyanı bilməlisən. Quyusanmı, baksanmı? Torpaq heç vaxt su